Növbəti bir qısalma ilə bağlı test nümunəmiz deyir ki, cümləmizdə in order to make the first vessels to cross stretches of water. Su yollarını keçəcək ilk gəmiləri hazırlamaq üçün qısalma qaydasına görə əgər cümlə qısalma ilə başlayırsa, bu zaman cümlənin qısalmasıyla, yəni feilin şəxssiz forması məslərdir, yoxsa feili sifət birdir, qısalmış feillə cümlənin seçəcəyin variantın mübtədası üst-üstə düşmür. Bəzi istisna qaydaları var. Daha doğrusu bəzi məsələlər var ki, onlara nəzər yetir. Əgər cümlə qısalma ilə başlayırsa, ilk olaraq gedirsən variantlardan itlə başlayan cümləni çıxırsan. Əgər cümlə qısalma ilə başlayırsa, variantda birinci söz, yəni mübtəda it ola bilməz. Birinci iti çıxmaq. İkinci, varsa gedirsən variantlardan there is, there are çıxırsan. Qısalmalarda variant there is ilə başlaya bilməz. Əgər cümlə tamamlama test edirsə, bu 2. 3. Cümlələrin mübtədaları üst-üstə düşmürsə, məsələn, deyir ki, tutaq ki, belə bir cümlə deyək, walking, gedərkən və ya gəzərkən. Bilirsən, variantlardan cansız çıxırsan, çünki maşın walk etməz. Cümlə itdən başlaya bilməz. There is ilə başlaya bilməz. Qısalmalarda, variantlarda həddin dan ola bilməz. Çünki üst-üstə düşmür qısalmanın qaydası. Burada da baxmaq lazım mübtədaya. Deyir ki, su yollarını keçəcək gəmilər hazırlamaq üçün hazırlayan kim hazırlayır bunları? İnsanlar hazırlayır. Birinci cansızları çıxıran, attempt düşmür, yəni üst-üstə düşmür, çünki cansız, mənə canlı lazım. Həd ola bilməz, bunu çıxırıq. Sivilizasiyalar ola bilməz, çünki cansız bizə canlı lazımdır, ya biri, ya da variant. Orada bir məsələ var. Məsələ nədir? Yunanlılar deyir, brought, nəyə gətirdilər? Gətirdilər the art of rowing to a level of perfection that has never been surpassed. Bu cümləyə diqqətlə baxsaq görərsiniz ki, bu cümləmiz ilk gəminin hazırlanması ilə bağlı deyil. Bu cümlə avar çəkmə mədəniyyəti ilə bağlı. Bizə lazımdır hələ ilk gəmi. Gəmi make olunsundan sonra danışarıq row məsələsini. Həm də burada first sözü var. First, early. Şur üst-üstə. İlk gəmi və ilk insan. In order to make the first vessels to cross